Bakıda Venesiya Şadlıq Sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib. Toy məclisində müğənni kimi iştirak edən Dərya dünyada zəhərlənənlər arasında olub. Müğənni bildirib ki, toyda onun da halı pisləşib. Şükür, indi normalam, ölümdən qayıtdım. Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və təcili yardım briqadaları çağırılıb. Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatdırılıblar. Qeyd eləyək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla 25 nəfər kliniki tibbi mərkəzə, 10 nəfər Sabunçu tibb mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Əlavə olaraq 7 nəfər kliniki tibbi mərkəzə, 8 nəfər isə Sabunçu tibb mərkəzinə birbaşa özü müraciət edib.